Vətəndaş mövqeyimlə Şuşa şəhərindəyəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın qürur simvolu olan Şuşa qalasındayıq. 18-ci əsrdə Pənahəli xan tərəfindən tikilən Şuşa qalası Azərbaycanın qeyrət simvoludur. O təkcə bir tikili deyil, xalqımızın qüruru və iradəsinin sarsılmaz ruhudur. Bu qala neçə döyüşlərə, ayrılıqlara, qələbələrə şahid olub. Şuşa qalası bizə həqiqəti xatırladır. Bu divarlara baxdıqca anlayırsan ki, tarix heç vaxt unudulmur. Dahi şairimiz Zəlimxan Yaqub demişdi ki, bu gecə yuxuma girmişdi Şuşa. Cabbar ağlayırdı, xan ağlayırdı. Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ başa-baş qan ağlayırdı. Bu günləri Zəlimxan Yaqub görmədi və inanıram ki, bu gün dahi şairimiz Zəlimxan Yaqubun ruhu şaddır. Ruhun şad olsun. Qarabağ Azərbaycandır, Şuşa Azərbaycan. Azərbaycanın ən tarixi məkanlarından, məskənlərindən biri olan Şuşanın Cıdır düzü meydanındayıq. Bir zamanlar gördüyünüz kimi özlərini Şuşanın daimi dırnaqarası sakinləri hesab edən Nikol Paşinyanın yallı getdiyi bir məskəndəyik. Prezidentimiz demişkən, nə oldu Paşinyan? Şuşanın təbiətindəndirmi, suyundandırmı, havasındandırmı, nədəndirsə, nə hikmət varsa, adam bu məmləkətdə şeir demək istəyir, mahnı oxumaq istəyir. Vücudum, varlığım, şanım, şöhrətim, nəyim varsa bu dünyada vətəndir. Şikarıma səmaları bəxş edən, cismimi yandıran oda vətəndir. Vətən ana südü, ana laylası, vətən gəncliyimin sevgi dünyası, vətən həyat eşqi, həyat ziyası, iftixarım bu mənada vətəndir. Vurulmuşam baharına, qışına, ocaq sanıb dolanaram başına, qurban olum torpağına, daşına, şənlik quram hər obada vətəndir. Qal altında olanda şair Həsən Valeh yazmışdı ki, Həsən Valeh, bu gününlə barışma, öz dərdinə içində yan, alışma, isti yaydan, isti yazdan danışma, Azərbaycan qışa dönüb Şuşasız. Artıq Şuşa bizimdir və Azərbaycanın baharlı günləri, günəşli günləri davam edir. Ruhun şad olsun, Həsən Valeh. Alınmaz qalaydı Azərbaycanım, düşmən səngərində durdu dağılsın. Əlimdən nə gəlir ay Allah Taala, yurda kəm baxanım, yurdu dağılsın. Gövhər Ağa məscidindəyəm. Şuşa şəhərindən çox gözəl təəssüratlarla ayrılıram. Hal-hazırda yolum Xankəndi şəhərinədir. Amma mənə təəssüf hissi gətirən bir neçə hadisənin şahidi oldum. Cıdır düzündə bir neçə xanım mini ətəkdə, əzaları görünər vəziyyətdə, dalı qabağı üzr istəyirəm, açıq vəziyyətdə poza verərək bayraqları çiyinlərinə atıb ki, özlərini vətənpərvər formada Instagram şəkilləri çəkdirirlər. Çox təəssüf. Çünki Şuşa ruhların istirahət mərkəzidir. Şuşa mənəviyyatın istirahət mərkəzidir. Şuşa əyləncə, bədən nümayişi, əza nümayişi olunan yer deyil. Çünki bu Şuşa şəhərinin hər bir tarixində, hər daşında, suyunda, qayasında şəhid qanı var. Şuşa şəhərinin torpağı şəhid qanı ilə yoğrulubdur. Eyni hadisələrdən birini də mən Gövhər Ağa məscidində gördüm. İbadət güya edirlər bir neçə şortikdə, dediyim kimi qısa ətəkdə. Vallah bu göstəricilikdən başqa bir şey deyil. Bu ruslar demişkən pakazuxalıqdan başqa bir şey deyil. Vallah Allahımıza da hörmət eləyək, dinimizə də hörmət eləyək. Çox xahiş edirəm əziz xalqım, əziz millətim, nəzərə alın. Vallah utancdır, vallah yaxşı görünmür, vallah ayıbdır. Xankəndi şəhərindəyik. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Xankəndi olmuşdur. Və sonradan Bolşevik Stepan Şamyan erməninin şərəfinə Stepanakert adlandırmışdır. 100 il boyunca Dağlıq Qarabağ Muxtar Vilayəti de jure Azərbaycanın olduğu halda
de facto Azərbaycanın olmamışdır. Burada ancaq SSR dövrünün Rusiyasının və Ermənistanın sözü keçmişdir. Amma bu gün çox sevindiricidir ki, artıq Xankəndimizdə Azərbaycanımızın bayrağı dalğalanır. Burada olmaq sadəcə olaraq bir səfər deyil. Burada olmaq, uzun illər yalnız xəbərlərdə, həsrətlə televizorlarda, xəritələrdə gördüyümüz Xankəndində Azərbaycan bayrağının dalğalanması çox möhtəşəmdir. Sanki Stepanakert tarixin zibilliyinə atılmış, onun yerində Xankəndi daha da inkişaf edir, yenidən qurulur. Burada gəzərkən şəhidlərimizi, sağlamlığını itirmiş qazilərimizi unutmaq mümkün deyil. Və bu Xankəndində mən anladım ki, torpaq təkcə torpaq deyil, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanətdir, vətəndir. Mən hamıya çağırış edirəm. İmkanınız olduqca Xankəndini, Şuşanı, Qarabağı ziyarət edin. Bu torpaqları görmək, ziyarət etmək sözlə ifadə olunmayacaq dərəcədə böyük qürur hissidir. İndi deyəcəyim söz sadəcə bir şüar deyil, hər addımda yaşanan və qürurla deyilən bir həqiqətdir. Qarabağ, Azərbaycan. Bu gördüyünüz abidə biz və dağlarımız adlanır. Burada əvvəllər yaşayan erməni icmasının demək olar ki, simvolu olub və ermənilər ona Tatik Papik deyib, nənə və baba adlandırmışlar. 1967-ci ildə erməni heykəltəraş Sarkis Bağdasaryan tərəfindən hazırlanmışdır.